Avqustun 9-da olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən günəşli keçəcək, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26 dərəcə, gündüz 34-39 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət gecə 70-75%, gündüz 45-50% olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan, şimşək və dolu ehtimalı var. Bəzi dağlıq ərazilərində duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27 dərəcə, gündüz 35-39 dərəcə, bəzi yerlərdə 40 dərəcə isti. Dağlarda gecə 15-20 dərəcə, gündüz 25-30 dərəcə isti olacaq. Müasir dizayn, yüksək keyfiyyətli materiallar və peşəkar ustaların əməyi ilə hazırlanan mətbəx mebelləri, yataq dəstləri, qonaq otağı mebelləri, dolablar və fərdi sifarişlər bütün layihələriniz zövqünüzə uyğun hazırlanır. Etibar və güvənin ünvanı Məhrəmoğlu Mebel. Siz xəyal edin, biz gerçəyə çevirək.